Salam axşamı xeyir olsun, hörmətli izləyicilər. 117 min manata Saray qəsəbəsində 2 mərtəbəli ev satışa çıxarıldı. Yerləşdiyi ərazi də Saray İmtahanı yanındadır. Düz Saray İmtahanı yanıdır, yəni Sumqayıta yaxın olan ərazidədir. Qaz, su, işıq sayğacları, kanalizasiyasındakı mərkəzidir. Məsələn, bu da onun trapıdır, bax. Sonra jalüz qapıdır. Bax, bu jalüz qapısıdır. Bu kaletka qapısıdır. Burada kaletka qapısı var. Burada besetkası var, söhbətgah da deyirlər. Yəni burada xüsusi yığılıb. Bunun işığı, rozetkası ayrıdır. Patologuna qədər apşifka olunub. Qiymətindən narahat olmayın, ha, yaxşı endirim olunacaq. Kupçalı evdir. Evimizin şəbəkə pəncərə ilə, bax çöldən izah edeyim. Yataq otağından xüsusi balkon çıxır. Oradan krişə çıxmaq üçün yeri var. Pəncərələri şəbəkə pəncərədir. Tarsovka emusiyadır. Əsas yerin polu da monolitdir. 1 ilə 2-nin arası da monolitdir. Bax bir dənə zəhmət olmasa yaxınlaşın. Ev boydan boya istipoldur, düzdür? Birinci mərtəbə istipoldur, ikinci mərtəbədə radiatordur. Hələ koridoruna baxın, koridorun böyüklüyünə bax. Gəlirik buradan da qəşəng mərmər pilləkənlardır. Nə qədər bunun eni? 1.50-dir, 1.60-dır eni. Buradan ikinci mərtəbəyə qalxır. Bu da pilləkənin monolit olmağını, beton olmağını göstərdim ki, görəsiniz. Mətbəxinə baxaq. Bir də izah edirəm. Birinci mərtəbə boydan bəy kermogranit özü istipoldur. Mətbəx kermogranitdə mebel arası keramikası vurulub. Bütün nöqtələrinə qədər qoyulub. Hətta gəlib burada qaz xəttinə qədər çəkiblər, kanalizasiya xəttinə qədər hazır vəziyyətdədir. Mütləq gəlin bu evə baxın. 117 mindən narahat olmayın. Gəlin, baxın, evin yəsi ilə danışın qiymətində endirim eləyəcək. Bu da qonaq otağıdır, yəni zalı. Görürsünüz, pəncərələri şəbəkə pəncərədir. Birbaşa öz həyətinə baxır. Yola yaxın yerdədir. TV extension burada yer quraşdırılıb. İndi 1-2 gün, 3 gün işi qalmışdı. Biz gəldik, tez bunu çəkdik ki, görəsiniz. Bu da birinci mərtəbənin sanitar qovşağıdır. Birinci mərtəbənin sanitar qovşağı. Burada da istipolun korrektordur. İndi yığılacaq inşallah. Siz gələnə qədər yığılacaq. Tam hazır vəziyyətdə görəcəksiniz. Bax, pilləkən elə enlidir ki, 2 nəfər yan-bayan böl-bölə rahat gedib, çıxıb düşə bilir. Onu göstərmək istəyirdim. İkinci mərtəbəyə buradan qalxanda, bax, görürsünüz, 1 ilə 2-nin arası monolitdir. Bax, xüsusi buradan qubqasına qədər qoyulub, standarta uyğun. Laminatın altına qubqasına qədər qoyulub, sonra laminat vurulub. Elə birbaşa ikinci mərtəbənin sanitar qovşağına baxaq. Bu ikinci mərtəbənin xüsusi otaqları ayrılmış kulçatorlarıdır. Burada bir yataq otağıdır. Bax, görürsünüz, ikinci mərtəbədə radiatorun yerləri var. Yəni, burada radiatorlar olacaq. Birinci mərtəbə istipoldur, ikinci mərtəbədə radiatorlardır. Burada bir yataq otağı. Bir yataq otağı da buradadır. Bu yataq otağının pəncərəsi, böyük pəncərəsi var. Buradan da balkona çıxmaq üçün, bax, balaca belə xırda xudmanı bir balkonu var, görürsünüz. Bax, belə qoy balkondan yekunlaşdıraq videonu. Deməli, Saray qəsəbəsində, Saray İmtahanının yanında, Sumqayıta yaxın olan ərazidədir. 2 sotun içərisində olar yəqin. Bir də buradan göstərək həyəti. Bax, jalüz qapısı, kaletka qapısı, bu da besetkasıdır. 117 minədir, kupçalı evdir. Qiymətində endirim olunacaq, ev sahibi özü endirim eləyəcək. Siz inşallah gələnə də burada əyləşçi işlər hamısı tamamlanacaq. Mütləq qiymətindən narahat olmayın, özü ilə gəlin danışın. Ev yəsinin özü ilə, əsas özüdür. Qiymətində yaxşı endirim eləyəcək. Sağ olun.